tutaq ki 45 yaşında, 50 yaşında bir adam belə bir şərh yazır. Bir dəfə yox, bəlkə bir 100 dəfə belə bir şərh var. Bilirəm, görmüşəm onları. Belə bir şərh yazır. Heç bizim atamız çox əzazil idi, qorxumuzdan nəfəsimizi ala bilmirdik onun yanında. Heç biz tərbiyəsiz olmadıq şükür Allaha. Bütün övladlar hamısı böyüdü, yüksək təhsil aldı, hamımız xoşbəxtdik. Hətta deyirlər ki, biz atamızın o sərt üzünə borcluyuq. Əzizim, bu səhv yanaşmadır. Bu istisnadır. Bəli. İstisnalar qaydanı pozmur. Bir uşaq ola bilər, xaraktercə anadan gəlmə. Bu uşaq tərbiyəlidir, əxlaqlıdır, mənəvidir, dürüsttür. Ata nə qədər əzazil olsa da, mən tanıyıram elə bir ailələr. Var. Ata nə qədər əzazil olsa da, uşaq yenə mələk kimidir. Amma mən yenə də düşünürəm, müəllim onun travmaları var. Şübhəsiz travmaları var, şübhəsiz. O mütləqdir. Mən tanıyıram elə bir ailələr, ata hər gün ailəsini, uşağını təhqir eləyir, üzr istəyirəm küçə söyüşləri ilə və həmin ailənin uşağı sakit, mədəni mələk kimi uşaqdır. O uşağın əxlaqı, mənəviyyatı atasından deyil. Ya anasındandır. Anası çox mədəni, sakit insan da ola bilər. Ya ümumiyyətlə nəsildən gəlir, ya xaraktercə mümkündür. Bu qayda deyil, bu istisnadır.